Və biz medianın çatdırdığı digər xəbəri də sizin nəzərinizə çatdırmaq istəyirik. Bizim əməkdaşlarımız bu səhər təəssüflər olsun ki, bir xəbəri eşitdilər və çəkiliş aparmaq üçün həmin ünvana yollandılar. Söhbət səhər saatlarında Bakıda 2 sərnişin avtobusunun toqquşması ilə nəticələnən qəzadan gedir. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanıb. Əməkdaşımız Zərxan Kəmallı təfərrüatlarını bizə elə indicə özü danışacaq. Bakıda sərnişin avtobusu qəzaya düşüb. Hadisə paytaxtın Nizami rayonu Qaraqarayev prospektində, metronun Qaraqarayev stansiyası yaxınlığında qeydə alınıb. 2 marşrut avtobusun toqquşduğu və onlardan birinin minik avtomobilini əzməsi nəticəsində bir nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir. Bakı şəhər təcili tibbi yardım stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq ona yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir. Əldə etdiyimiz məlumata görə qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur. Oradan körpüdən yolu bağlamışlar, yəni hər gün səhər olmuş hadisədə, obru yolu bağlı idi. Amma maşınlar hamısı dayanıb, yol açıq idi, bu orta yol açıq idi. 60 nömrəli marşrut da Qaraqarayevdən 3-cü yoldan gəldi, Protiv döndü bəri və sürdü üzü aşağı. Yəni gözləmədi ki, buradan avtobus gələ bilər, gəlməzdi, heç nədə, yəni Protiv girdi. 36 nömrəli marşrut da o tərəfdən gəlir. Yəni o da görmədi onu, burada onun arxasından o avtobus fırlandı, gəldi, düşdü mənim maşının üstüne. Baş verən avtobus qəzasında ölən şəxsin kimliyi də açıqlanıb. Məlumata görə 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkətini davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və Nissan markalı minik avtomobili ilə toqquşub. Qəzada 62 saylı marşrut avtobusunda olan sərnişinlərdən biri Nəsirov Asif Yusufoğlu dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.